Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Dünən dedik, mükəlləf olmaq üçün həddi buluq olmaq lazımdır. Və mükəlləf gərək bir dini alimdən və müctehiddən təqlid eyləsin. Öz əməllərini öyrənsin. İndi bir insan əgər həddi buluq olmayıb, müctehiddən təqlid eləyə bilər, yoxsa yox? Bəli, hələ həddi buluq olmasa da bir müctehiddən təqlid eləməlidir. Yəni, öz qıldığı namazları necə qılmalıdır, digər əməlləri necə eləməlidir, gərək bir müctehiddən öyrənsin. Aydındır? Yəni, gərək dini alimdən və müctehiddən öyrənəsiniz. Necə namazı qılacaqsınız, necə digər əməlləri eləyəcəksiniz. Əgər təqlid etdiyimiz mərcəyi təqlid dünyasını dəyişdi, gərəkdir ona təqlid edən müqəllid insan təqlidini diri müctehidə keçirsin. Diri və ələm müctehidə keçirsin. Əgər diri və ələm müctehid icazə versə, mənim əvvəl təqlid etdiyim dünyasını dəyişən o mərhum müctehidin təqlidində baqi qalam, o vaxtı dönüb təzədən o mərhum müctehidə yenə də təqlid eləyə bilərəm. Buna deyirlər, bəqa bər təqlid. Təqliddə baqi qalmaq. Ancaq diri müctehidin icazəsi ilə mən əvvəl təqlid etdiyim dünyasını dəyişən müctehiddə baqi qala bilərəm. Əgər icazə verməsə, o dünyasını dəyişmiş müctehidə mən rücu edə bilmərəm. Onun fətvalarına əməl edə bilmərəm. Gərək diri və ələm müctehiddən təqlid eləyəm. Müctehidlərin fətvalarını hansı yollarla əldə etmək olar? Biz indi bir müctehidə təqlid eləyirik, mərcəyi təqlidimiz var. Bizə lazımdır və vacibdir ki, onun dediklərinə əməl eləyək. Kimdənsə, nəyisə soruşub, öyrənib, onun dediklərinə əməl etməyək. Bu olmaz. İlla inki bizim öyrəndiyimiz o şəxs mənim təqlid edəcəyim müctehidin fətvasını mənə deyə. Bu vaxt ondan soruşa bilərəm. Müctehidin fətvasını əldə etməyin yolları 1. Müctehidin özündən eşidəm. Müctehidin dəftərxanasındayam. Ağa gəlib, iştirak eləyir bir yığıncaqda, məclisdə. Ya sualla soruşuram ondan, cavab verir mənə, ya da ki, özü izah eləyir, bəyan eləyir. Onun dilindən eşidirəm, onun fətvasını. Bu 1. Müctehidin nümayəndəsindən eşidək onun fətvasını, müctehidin fətvasını. Məsələn, Allah hifz eləsin, Hüccətül-İslam vəl-Müslimin, Ayətullah, Hacağa Bəxtəvər, Ayətullah Uzma Seyyid Əli Xamneynin nümayəndəsidir. Biz öz müctehidimizin, mərcəyi təqlidimizin, yəni Ağay Xamneynin fətvasını onun nümayəndəsindən soruşub öyrənə bilərik. Bəli, nümayəndənin işlərindən biri də budur. Öz müctehidinin fətvasını onun müqəllidlərinə çatdırsın. 3. 2 və ya bir adil şəxsdən eşidəm. Yəni, elm əhlidir və yaxud da anlayır, başa düşür, fətvadan başı çıxır, adildir. 2 və yaxud da bir nəfər ki, yəqin eləyirəm, etibar eləyirəm onun sözünə. Ondan eşitdim, əməl eləyə bilərəm.
4. Müctehidin fikhi kitabında görəm onun fətvasını. Məsələn, risalələr var, əməliyyə risalələri, Tozihül Məsail. Müctehidin fətvaları yazılıb o kitabda. Götürəm, oxuyam və o kitabda görəm, ona əməl eləyəm. Amma bir müddətdən sonra mənim məsələn bir fətva ki, kitabda oxumuşdum, ola bilsin dəyişə. Mənə gəlib çatsa, nə vaxt çatsa ki, o oxuduğum fətva, hökm dəyişib, gərək kitabda yazılana deyil, eşitdiyimə əməl eləyəm. Kitabdakı artıq nədir? Saqit olur. Nə qədər ki, dəyişməyib, kitabda yazılan fətvalar mötəbərdir. 5. Televiziyada, məsələn, fiqh mütəxəssisləri adətən danışırlar, müzakirə eləyirlər. Onlardan eşitsəm, etibar eləyib, əməl eləyə bilərəm. Mötəbər saytlarda əgər görsəm, məsələn, mütəxəssislər, alimlər fiqh saytları təşkil veriblər. O saytlarda mərcə-i təqlidlərin fətvaların yazırlar, mötəbər sayt ola. Ora müraciət eləyib, mərcə-i təqlidimin və müctehidimin fətvasını oradan öyrənə bilərəm. Və yaxud da etibarlı möminlərdən eşidəm, onlardan öyrənib əməl eləyə bilərəm. Məsələn, məsciddə bir neçə nəfər deyir ki, filan müctehidin, ağanın fətvası budur. Onların danışığından da etminan hasil eləyəm, yəqin hasil eləyəm, anlayıram ki, bu düzdür, inanıram, əməl eləyirəm. Hər kəs müctehidin fətvasını səhv deyərsə, sonra anlaya, bilərəkdən səhvdirsə günahdır. Amma bilməyərəkdən əgər xəta eləyib, səhv deyibsə, anladı ki, səhv demişəm, gərək öz səhvini və xətasını düzəltsin, islah eləsin. Məsələn, mən bu günlər burada bir fətvanı əgər səhv oxusam, sizə çatdırsam, anlasam ki, düz deməmişəm, gərək buradan onu deyəm, düzəldəm. Hər birimizə bu bir vəzifədir, vacibdir. Təqlidi dəyişmək. Mükəlləf gərək zəmanəsinin ələm müctehidinə təqlid eyləsin. Ələm müctehid o müctehiddir ki, bütün digər alimlərdən, fəqihlərdən və müctehidlərdən fikri məsələləri daha yaxşı anlayır, gününə alimdir və vaqifdir. Günün məsələlərinə də alimdir və vaqifdir. Əgər bir müqəllidə sabit olsa ki, mənim indi təqlid etdiyim müctehid ələm deyil, başqası ondan da ələmdir. Mənim üçün şər'i yolla sabit olarsa, mənə vacibdir ki, mən təqlidimi dəyişəm. Məsələn, 2 alim və adil şəxs dedi ki, sənin təqlid etdiyin müctehid yox, filan müctehid daha ələmdir, elmlidir. Sən gərək təqlidini dəyişib ələmə keçəsən. Burada mən təqlidimi dəyişməliyəm. Bu şərtlə ki, o 2 alim, adil şəxsin qabağında digər bir dəstə gəlib deməsin ki, yox, bu ələmdir. Əgər mənə sabit olsa ki, mənim təqlid etdiyim müctehid yox, digər bir müctehid ələmdir, daha yaxşı bilir, daha çox alimdir, gərək mən təqlidimi dəyişəm və keçəm ona. Təqlidi bölmək. Təqlidi bölmək də olar. Necə? Məsələn, bir mərcə-i təqlid fiqhin bir dəstə məsələlərində ələmdir, daha alimdir. Digər mərcə-i təqlid fiqhin başqa bir bablarında və məsələlərində ələmdir. Mən burada təqlidi 2-yə bölə bilərəm. 3 nəfər olsa 3 yerə də bölə bilərəm. 4 nəfər olsa 4 yerə də bölə bilərəm. Yəni belə də təqlid eləmək olar əslində. Yəni bir müctehid əgər namazda ələmdirsə, digər bir müctehid oruc məsələlərində ələmdirsə,
Və yaxud da biri ibadət məsələlərində ələmdir, digəri ticarət məsələlərində ələmdir. Mən məsələn namazı birindən təqlid edə bilərəm, oruc məsələsini digərindən təqlid edə bilərəm. Bu mümkündür, onlar caizdir. Buna deyirlər təqlidi bölmək. Salavat Peyğəmbər, Ali Peyğəmbərə.